Texnodatdan hər kəsə salamlar dostlar. Bugün sizlərə Sony Vegas'da tərsinə və ya belə deyək, yanakı çəkilmiş videoların düzəldilmə yolunu göstərəcəm. Yəni döndərmə yolunu göstərəcəm sizlərə. Deyək ki, məsələn hansısa bir video çəkmişik və bu videomuz yanakı və ya baş aşağı alınıb. Məsələn, nümunə olaraq sizlərə göstərim bunu. Deyək, gördüyünüz kimi videonu çəkmişik. Video belə deyək, yan tərəfə düşüb, yəni yanakı olub. Düzdür, beləncə video olduğu vaxt, yəni qıraqlar qara olmadığı vaxt məcburuq ki, ilk olaraq başqa bir video əlavə eləyək buraya, nümunə olaraq. Məsələn, bunu nümunə olaraq əlavə eləyək və bunu buradan kəsirik, S hərfini basırıq kəsmək üçün, delete ilə silirik. Daha sonra bu hissəyə gətirib buradan həmin videomuzu seçirik. Və gördüyünüz kimi qıraqlar qara alındı. Çünki döndərmə vaxtı bizə mütləq bu qıraqlar qara olmasa biz videonu tam olaraq döndərə bilmərik. Və daha sonra burada pen crop səsini bağlayaq tam olaraq. Bağlandı. Və daha sonra burada pen crop bölməsi var. Buraya daxil oluruq və burada gördüyünüz kimi bu hissələrdə yerlərini dəyişəcəyik. Siz bir şeyə diqqət yetirin ki, dostlar, əgər burada bunlar seçili olsa, siz burada dəyişdiyiniz vaxt digəri avtomatik olaraq dəyişilir. Məsələn, deyək ki, belə olsa əgər biz dəyişsək, aşağıdakı da özü birbaşa dəyişir. Amma bunlar mütləq sönülü olmalıdır. Yəni seçili olmasın deyə rahat dəyişə bilərsiniz. Daha sonra burada yazırıq 1280-ın 720-yə. Yazırıq və enter basırıq. Gördüyünüz kimi belə oldu. Amma bundan qabaq tərsinə idi. 720-1280 idi. Yəni bu HD formatda çəkilmiş video. Deyək ki, Full HD formatda olsa 1080-in 1920 olacaq. Bu vaxtda artıq buraya 1080 yazırıq. Buraya isə 1920 yazacaq dostlar. Və bunu belə etdikdən sonra gətiririk mişqamızı bu hissəyə və buradan Shift-i basırıq. Yəni basılı saxlayırıq Shift-i və mişqanın sol tərəfini basırıq və fırladırıq videonu. Və gördüyünüz kimi dostlar, tam olaraq videomuz çöndü, yəni fırlandı. Görürsünüz. Və buna mütləq diqqət yetirin ki, mən indi hal-hazırda burada düzgün etməsəm də, yəni bu işi edərkən, yəni döndərmə işini edərkən dostlar, mütləq videonun baş hissəsindən başlayın. Yəni videonun yarısından başlasanız belə bir vəziyyət olacaq. Gördüyünüz kimi belə bir vəziyyət alınacaq. Ona görə belə bir vəziyyət olmaması üçün mütləq videonun başlıq hissəsindən başlamaq lazımdır. Belə dostlar, göstərmək istədiklərim bunlardan ibarət idi. Gördüyünüz kimi videonu döndərdik və çox rahat bir şəkildə heç bir keyfiyyətini itirmədən videomuzu rahat bir şəkildə döndərmə imkanımız oldu. Daha sonra burada birinci videonu seçərək delete eləyirik və bunu tam olaraq başa çəkirik və yuxarı hissədən 2 dəfə mişqanın sol tərəfini vururuq. Bizə lazım olan hissəni seçir və file bölməsindən render eləyirik və burada renderdə hansını seçməyinizi göstərəcəm sizlərə. Çünki o ilə daha yaxşı olur. Həm biraz belə deyək, həcmi balaca olur, yəni çox da böyük olmur. Deməli, gördüyünüz kimi burada internet HD 720, yəni HD formatda və ya Full HD istəsəniz internet 1080 seçin. Və burada təbii ki, ilk olaraq belə açılmır. İlk dəfə əgər daxil olanlar üçün bu hissəni seçilən Main Concept, AVC, AAC, MP4 AVC və burada artıq internet HD 720 seçə bilərlər. Elə 720 ilə daha yaxşı olar. Və bundan sonra renderə vururuq. Gördüyünüz kimi videomuz belə deyək, prosesinə başlayır və özü tamamlanandan sonra sizə də bildirir. Belə dostlar, göstərmək istədiklərim bunlardan ibarət idi. İzlədiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun və bizi səhifəmizdən izləməyə davam edin. Sağ olun dostlar.